Kanalımı izleyen herkese salam olsun. Değerli hanımlar, bugünkü şirniyyatımız çox asan, rahat ve az ərzaqla başa gələn peçenyalardır. İnşallah siz de videonu axıra qədər izləyin. Bu cür gözəl, ləzzətli peçenyalardan hazırlama qaydasından tanış olun. Əvvəlcə bir qaba 1 ədəd yumurta əlavə edirəm. Üzərindən də yarım stəkan şəkər tozu, deməli xrustal stəkanı 200 qramlıq stəkandan yarım stəkan şəkər tozu əlavə edib qarışdırıram. Burada biraz qarışdırmağını çox qarışdırıram ki, şəkər tozu burada biraz iricilərlidir, iri dənəlidir. Ona görə az da olsa ərisin. Daha sonra üzərindən yarım stəkan duru yağ, dada görə çox az duz əlavə edirəm və bir paket qabartma tozu, bir qaşıq da balaca qaşıqla vanil əlavə edirəm. Yəni vanilin qədəri elə bil ki bir paket qədərdir də, hardasa 10 qram. Vanilini də əlavə edib qarışdırıram. Dəyərli xanımlar, burada bazardaca biraz düzdür, miksərə ehtiyac yoxdur, amma biraz əllə də olsa çox qarışdırmaq lazımdır ki, peçenyalar elə bil bişəndən sonra bir var peçenya ağızda qum kimi gilələnir, dağılır qum kimi. Amma biraz çox qarışdıranda, şəkər tozunu əridəndə, peçenya hazır olandan sonra ağızda elə bil əriyən formada olur da. Həm kövrək olur, həm də elə bil ağızda əriyir, da qum kimi qalmır. Onun da sirri odur ki, biraz şəkər tozunu qarışdırıb əritmək. Daha sonra üzərindən 60 qram kərə yağını da əlavə edirəm. Otaq temperaturunda biraz əridirəm, tam dağ eləmirəm. Kərə yağını da əlavə edirəm. Sonda da üzərinə ununu ələkdən keçirirəm və xəmiri bir yerə toparlayıram. Dəyərli xanımlar, bizim burada unumuz 1 stəkan yarım un istifadə elədim burada peçenyalara. Amma siz hardasa 2 stəkandan biraz başı aşağı istifadə edə bilərsiniz. Ona görə ki, bizim burada yumurta çox balacaydı. O da baxır yumurtanın böyüklüyünə, ola bilir ki, unun keyfiyyətinə sizdə biraz artıq un istifadə olunsun. Mən burada 1 stəkan yarım un istifadə elədim və xəmiri bir yerə toparlayıram. Deməli çox gözəl yağlı bir xəmir alınır. Gördüyünüz kimi yağlı, həm də hiss olunur ki, xəmir belə kövrək xəmirdir. Xəmiri bir yerə toparlayandan sonra heç gözlətmədən forma verirəm və listlərə yığıram. İstədiyiniz formada hazırlaya bilərsiniz. Aypara formasında və yaxud peçenyaları kəsən qəliblər var. Həmən qəliblərdən istifadə edə bilərsiniz. Mən burada heç bir qəlibdən istifadə eləmədim. Sadəcə şəkər çörəyi formasında hazırladım. Lakin şəkər çörəyindən balaca kündə tutdum. Deyək ki, şəkər bura kündəsindən də balaca kündələr tutdum. Və gördüyünüz formada əlimdə fırladıram. Yəni biraz fırlatmaq lazımdır ki, çox böyürbaşı, çox çat olmasın. Fırladıb listlərə yığıram. Bizim burada toplam 15 ədəd peçenyalarımız alındı. Dəyərli xanımlar, çox belə sərf eləyən peçenyadır da. Yəni evdə olan ərzaqlarla çox rahatlıqla bu peçenyadan hazırlaya bilərsiniz. Sonda üzərinə qaşıqla iz qoyuram. Fərqi yoxdur, qaşıqla və yaxud belə peçenya kəsənlər var. Bu alətlə və yaxud adi butulka qapağı ilə də, nə formada, vilka ilə də lap iz qoya bilərsiniz. Siz diqqət edin, burada mən peçenyaları çox yaslamamışam, ona görə ki, quru olmasın. Elə sadəcə fırlatmışam və üzərindən iz qoyuram. 160-170 dərəcəli sobada, yəni 180-200 dərəcə çoxdur bu peçenyalara. O zaman tez altı qızaracaq, içərisi bişməyəcək. Üzərini qızartmamaq şərti ilə bişiririk. Yəni üstü qızarmasın. Dəyərli xanımlar, hazır olandan sonra yəni həmən listdən götürməyə adam ehtiyat edir. Yəni əl vuranda fikirləşərsiniz bişməyib, lakin elə deyir. Altı qızartılsa deməli bişib. Yenə dərəcəsini deyim, 160-170 dərəcədə. Bax, bu qaydada altı qızarır, amma üstü qızarmır. Hardasa hazır olandan sonra 2 dəqiqə, 3 dəqiqə gözləyirsiniz, peçenyalar özünə gəlir. Daha sonra servis edə bilirsiniz. Yəni həmən isti-isti götürəndə biraz ovub dağılar. Amma onu da qeyd edeyim ki, həqiqətən, yəni söz xatirinə demirəm, çox gözəl, çox ləzzətli. Elə bir çayla içəndə peçenya adamın ağzında əriyir. Bir var qum kimi qala gilələnə. Yox, qədimi şəkər çörəyi olur deyə kərə yağı ilə şəkər çörəyi hazırlayıb. Bax, eynən həmən daddadır. Mən burada deməli duru yağı da kərə ətirli duru yağdan istifadə elədim. İnşallah siz də hazırlayarsınız. Əminəm ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.